Quzqarnı mövsümü gəldi. Biz də çıxdıq quzqarnı ovuna. Bura Xaçmazdan da, o da olsun Nərəcandan Uzunoba dəniz istiqamətində gedən yoldur. Bax burada həmişə bu qavaqların dibində bu qavaq ağacları. Quzqarnı olur. Gəldik elə bax. Gör nə boyda maşallah. Qara quzqarnılar. 3 dənə qara quzqarnı yanaşı. Bu 1. Bu 2. Yəni rekord da bu. 3 dənə belə quzqarnı bir yerə tapmaq rekord sayılır. Kiloqramı 35-40 manatdır. Biri 1 manata düşür başlayır. Gəldik meşəyə. Meşəni ələk-fələk elədik. Amma təəssüf ki, quzqarnı tapa bilmirik, yoxdur. Yolun kənarında tapdığımız elə sonuncu qara quzqarnılar oldu, 3-4 dənə. Daha tapanmadık. Girdik meşəyə. Meşədə də hər il yığdığımız yerdə axtardıq, yoxdur bu il. Bax, bu 4-5 dənədir, bunlar da yəni bax, bu normaldır. Bunlar isə biraz kiçikdir, bunlar yarpağın altındadır. Ötən illərdə kimi il-ildən azalır. Ona görə də harca bu 2 saat ərzində tapılan bu 5-6 quzqarnıdır. Ona görə də 50 manata satsalar belə haqları var. Yəni yoxdur, çətindir. Bugünkü quzqarnı ovun yekunlaşdırdıq. 4 nəfər sərasər 2 saat gəzib topladığımız quzqarnı budur. Yarım kilo. 20 manatımız vardı en azı. Çox çətindir, azdır. Neyse axı. Əsas odur. Qurdumuzu öldürdük. Azartımız keçdi. Bunun yeməsindən çox yığılması həvəs verir, ləzzət edir adama. Bunlar qara quzqarnıdır, bax. Görürsünüz. Kökü bir dəfə birbaşa elə papağı başına bitişik. Bunlarda isə papağı ayrıdır. Əsasız dadı gəlir.